Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size evinde torpağında kopçası olan, magistral yoldan cəmi 100 metr mesafesi olan 4 otaqlı tam təmirli həyət evimizi təqdim edəcəm inşallah. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur və əvvəlcədən xahiş edirəm kanalıma abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Evlərimiz barədə, təqdimatımız barədə rəylərdə öz fikrinizi qeyd edə bilərsiniz. Evimizin yerləşmə yeri Zabrat Maşdağa yolu, Kanal Marketin yaxınlığı, magistral yoldan cəmi 100 metr məsafədə, düz məhəlləyə qədər də asfalt yoldur. Və nəzərinizə çatdırım ki, bir məhəllədə ən azı 6 dənə həyət evidir. Hamısı da 4 otaqdır. Hər biri də paket kupçalıdır, mərkəzi kanalizasiyalıdır. Evlərin hamısının ayrı-ayrılıqda videosunu çəkirəm, sizin üçün paylaşım edirəm. İki sotun içindədir, yerdən 10 daş kürsüdədir. Ön hissəsində görürsünüz, balkon kimi saxlanılıb. Evin həyətində də sanitar qovşağı var. Evin daxilində də hamamı və sanitar qovşağı var. Evimiz dəhliz sistemlidir. 4 otaq 120 kvadratdan ibarətdir. Evin altı betondur, üstü kəmərdir. Hər bir divarı qoşadaşdan tikilib. Gəlin keçək evin daxili ilə tanış olaq. Padvala giriş var. Evin çardağına giriş var. Qonaq otağından da balkona çıxa bilirsiniz. Evlər hər biri yeni təmirdən çıxıb, evdə də yaşayış olmayıb. Dəhlizə daxil olduqda solda birinci gəlir evin mətbəx hissəsi. Mətbəxdə mebel arası kafeli var. Aşağıda yerdə də əlavə olaraq kafel hissə saxlanılıb. Pollarımız laminatdır. Kombi sisteminə qədər hamısı çəkilib. Evimizin qiyməti 115 min manatla satışa çıxıb. İnşallah ki, real müştərilər olsa qiymətdə də çox gözəl bir endirim olunacaq. Ev sahibi tərəfindən və bizim səhifədən gələn müştərilərə ev sahibi tərəfindən hər zaman xüsusi bir endirim olunur. Bunu müştərilərim yaxşı bilir. Hər biri yeni evlərdir. Nə qədər tez gəlsəniz, o qədər də qiymətini aşağı endirimlə əldə edə bilərsiniz. Mərkəzi kanalizasiya var. Marşrutlar hamısı evin yanından keçir. Bu qədər əzizlərim, izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.